yola çıxaq. Əgər bizdən yeni məlumatlar almaq istəyirsinizsə, onda mütləq bizimlə qalın. Mən indi ekran başına təkcə uşaqları deyil, onların zövqünü formalaşdıran böyükləri də dəvət etmək istərdim. Əlbəttə ki, hər bir valideyn öz evladının qayğısına qalır və evladını zövqlə geyindirməyə çalışır. Renk qamması çox vacibdir. Çox vaxt təsdiq edirlər ki, uşaq geyimləri lap keçmişdən çox əlvandır və tez-tez dəyişən moda cəryanları ona təsir etmir. Amma müasir baxışlar uşaq geyimi üçün çox gözəl. Yaşıl, mavi, narıncı, göy, qırmızı və qəhvəyi rəngləri təklif edir. Siz öz nəvələriniz üçün paltar seçdikdə hansı rənglərə daha çox üstünlük verərdiniz? Necə geyindirmək istəyərdiniz? Necə geyindirmək? Birincisi, hamısı istəyir ki, uşaqlar yaxşı geyinsin. Hamısı istəyir. Məsələn, özün o qədər yaxşı geyinmirsən, istəyir ki, uşaq yaxşı görünsün, yaxşı geyinsin. Belə, necə deyir, yarki çita, çox qırmızı, belə sarı, belə rənglər olsun ki, belə xoş gəlsin də adama, xoş gəlsin. Оранжевые очень люблю, желтые, малиновые. В общем, все яркие, да, чтобы ребенок выглядел хорошо, ярко. Uşaqlara açıq və əlvan rəngli geyimlər daha çox gözəllik verir. Geyimləri seçərkən nəzarət edin ki, onlar həm rəngarəng, həm də balacaları soyuqdan qorumaq üçün isti materiallardan hazırlansın.